Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz adjective, adjective yəni sifət. Bugün biz qrammatik qayda olaraq adjective haqqında hər şeyi öyrənəcəyik. İlk öncə deyək ki, adjective quruluşuna görə digər nitq hissələri kimi 3 qrupa bölünür. Sadə, mürəkkəb və sadə düzəltmə və mürəkkəb. Simple, derivative and compound adjectives olacaq. Simple adjectives yəni sadə sifətlər bilirik ki, heç bir şəkilçi qəbul etmir. For example, long, short, cold, tall, hot, warm və s. Wide, narrow. Bunlar nədir? Heç bir şəkilçi qəbul etməyən sifətlər və simple adjectives olacaq. Derivative isə bilirik ki, derivativlər suffix və prefixlərin şəkil vasitəsilə düzəlir və prefixlər sözün önünə artırılan şəkilçilərdir. Suffixlər isə sözün sonuna artırılan şəkilçilərdir. İndi gəlin görək hansı suffixləri tanıyırıq. Baxın, burada kitabda verilir suffixlər. For example, less, helpless, tasteless, homeless, useless, faydasız, köməksiz, dadsız və s. kimi full şəkilçisi, helpful, peaceful, useful, faydalı, sakit, colorful, rəngarəng, y şəkilçisi, yəni i şəkilçisi, foggy, frosty, rainy, able şəkilçisi, drinkable, eatable, changeable, enjoyable, valuable və s. Oz şəkilçisi, prosperous, famous, fame sözündən düzəlir. Sonra envy sözündən envious, courageous və s. şəkilçilər. Oz şəkilçisi, generous, dangerous və s. Able şəkilçisi, responsible, baxın kitabda verilir. Sonra irresponsible, horrible, qorxulu, horrible da elə qorxulu deməkdir. Ly şəkilçisi, lovely, friendly, lively. Amma ly bilirik ki, hər ly sifət düzəldən şəkilçi deyil. Baxın, burada qeyd edirəm, isimin ya da feilin sonuna artırılan ly sifət düzəldəcək. Digər hallarda isə biz bunu zərf kimi qəbul eləyirik. Amma sifətin sonuna artırılan ly isə zərfi əmələ gətirir. Baxın, burada love, sevmək, sonunu artırdıq lovely. Feildir. Friend, dost, isimdir. Artırdıq ly olacaq. Friendly, səmimi, dostcanlı deməkdir. Live, yaşamaq, lively olacaq, canlı sifətdir və s. Yəni isimin və yaxud da feilin sonuna artırılan ly olacaq, sifət düzəldəcək. Qalan hallarda isə onu zərf kimi biləcəyik. Sonra ing şəkilçisi var, ed şəkilçisi var. Baxın, bu inglə edi izah eləyim ki, ing, exciting, interesting, tiring, excited, interested, tired. Bunlarla bunun ikisinin arasında fərq nədən ibarətdir? Ing olanlar biz bunu deyirik ki, describe eləyir, yəni təsvir eləyir. Təsvir eləyir deyinə biz bunu deyirik ki, həmişə cansızlarla işlədirik. Məsələn, the film is interesting. Film maraqlıdır və yaxud da boring, sıxıcıdır və yaxud da exciting, həyəcan vericidir. Burada film cansız olduğuna görə biz bunu inglə veririk. Amma bir də deyirəm ki, she is bored. O sıxılır. Burada artıq edlə düzələndə əhval-ruhiyyədən danışırıq. Cansızın əhval-ruhiyyəsi olmaz. Ona görə canlını biz edlə veririk və əhval-ruhiyyəni göstərir. Bored, excited, tired, yorğundur, interested, maraqlanır, nə ilə isə şəklində verəcəyik. Deməli, ing cansızlarda
describe təsvir eləyəcəyik. Yəni film necədir? Maraqlıdır, sıxıcıdır. Ed isə əhval, yəni moodu göstərir, əhval-ruhiyyəni göstərir. Yəni mən özümü necə hiss eləyirəm? Yorğunam, həyəcanlıyam, maraqlanıram, təəccüblənmişəm və s. işlənir. Yəni edi canlı ilə, əslində həm canlı, həm cansızla verir. Amma kitablarda daha çox bunu bu şəkildə fərqləndirilir. Çünki daha doğrusu ingi həm canlı ilə, həm cansızla verir. Çünki insanı da təsvir eləyə bilərik. Amma cansızı əhval-ruhiyyəsini göstərə bilmərik. Ona görə ingi həm canlı, həm cansızla, edi isə yalnız canlı ilə verəcəyik. İş şəkilçisi var burada. Childish, uşaqcasına, reddish, qırmızıya çalan şəklində olur. Sonra en şəkilçisi var. Wooden, woolen, golden. If, attractive, expensive, active. Al şəkilçisi national, official, natural və s. Sonra and, end şəkilçisi və depend, different. İlk şəkilçisi heroic, optimistic. Baxın burada bu ing şəkilçisini, izahını sizə veribdir. Mən artıq bunu izah etdim. Əşyanın xüsusiyyətini bildirir. Edi isə insana xas olan xüsusiyyətləri bildirir. Burada da onun haqqında deyilir. Boring, sıxıcı, darıxdırıcı, can sıxılmış, darıxan mənasında verilir. Yəni insana aid olduğuna görə. Bir də dedik ki, prefixlər, yəni derivative sözlər, yəni düzəltmə sözlər düzəlir. Biz bunu isimlərdə də öyrənmişdik. Sifətlərdə də öyrənirik ki, isimlər də quruluşuna görə 3 yerə bölündü, sifətlər də 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Sadələr heç bir şəkilçi qəbul etmir. Düzəltmələr isə ön və son şəkilçilərindən düzəlir. Son şəkilçiyə dedik suffixsiz, yuxarıda öyrəndik. Ön şəkilçi isə prefixdir. Yəni sözün önünü artıraraq düzəldirik. Məsələn, baxın biz bilirik də elə bax feillərdən götürür. Regular, irregular, legal, illegal. Sonra healthy, unhealthy, happy, unhappy. Baxın burada nədir bunlar? Önə artırdığımız şəkilçilər. Və bir şey də deyək ki, önə artırılan şəkilçilər həmin sözün əks mənasını düzəldir. Məsələn, happy deyirəm, xoşbəxt deməkdir. Unhappy, bədbəxt, yəni xoşbəxt olmayan həmin sözün əksini düzəldir. Regular, qaydalı deyirəm. Irregular, qaydasız, yəni həmin sözün əksini düzəldirik. Ümumiyyətlə, bütün nitq hissələrində bu belədir. Önə artırdığımız şəkilçilər həmin sözün əksini düzəldir. Bu oldu derivative noun. Bir də bizim burada compound nounumuz var. Baxaq burada, baxın burada verilib compound noun. Compound noun isə bilirik ki, 2 və daha artıq sözün birləşməsindən yaranır. 2 kökdən əmələ gəlir. Baxın burada kind-hearted, well-educated, hard-working. Bilirik ki, mürəkkəb isimlər həm bitişik yazıla bilər, həm də defislə yazıla bilər. Burada da onun haqqında nümunələr veribdir. Keçdik sifətin ən vacib bölməsi olan degrees of adjectives, yəni sifətin dərəcələrinə. Sifətin dərəcələri 3 dərəcəsi var. Positive degree, comparative degree and superlative degree. Nə deməkdir comparative? Positive degreedən başlayaq. Positive degree nə deməkdir? Yəni adi dərəcə. Adi dərəcədə uşaqlar, baxın burada nə var? Gəlin adi dərəcəni sizə izah eləyim. Adi dərəcə 2 əşyanı eyniləşdiririk. Yəni bu kitab o kitab kimi maraqlıdır. Bu iş o iş kimi vacibdir. Bu zaman biz istifadə eləyəcəyik adi dərəcədə əs birləşməsindən. Yəni bu nöqtələrin yerinə heç bir şəkilçi qəbul etməyən sifəti qoyacağıq. Məsələn, baxın cümlədə verib as important as. Yəni important sifət heç bir şəkilçi qəbul etmir. Necə var? O formada da işlədirik. Burada not as da verib inkar formada işlədəndə əsasən not so kimi də baxın burada not so inkar cümlələrdə not so işlənir. Burada nə verib? 2 və ya
İki şəxs və ya əşyanın fərqli keyfiyyətə malik olduğunu bildirmək üçünsə not so'dan, yəni əsasən inkarda not so'dan istifadə olunur. Not as bağlacıda istifadə olunur, amma daha çox not so deyə istifadə olunur. Bu da onun haqqında məlumatdır. Deməli, adi dərəcə nə deməkdir? Adi dərəcə iki əşyanı və ya şəxsi eyniləşdiririk. Adi dərəcədə sifətləri heç bir şəkildə qəbul etməyəcək. Bundan əlavə adi dərəcənin göstəriciləri, baxın burada daha çox testlərdə bizə lazım olan adi dərəcə, to, very, enough, so, such, rather, quite sözləri adi dərəcələrlə işlədilir. Too difficult, very difficult, so beautiful və s. Baxın burada bu sözlər adi dərəcənin göstəricisidir. Bunlar gələndə sifət heç bir şəkildə qəbul etməyəcək. Sonra burada nələr var? Əlavə qeyd olaraq sifətin enough'ın işlənməsindən danışılır. Biz artıq enough'ın, such'ın, so'nun harda nə cür işlənməsini təyin edici mövzusunda keçmişdik. Ona görə bunlardan keçirik. Comparative degree müqayisə dərəcəsidir. Müqayisə dərəcəsinin əsas göstəricisi zən bağlayıcısıdır. Yəni dandan şəkilçisidir. Müqayisə dərəcəsi iki yerə bölünəcək. Birincisi tək hecalılar, tək heca bir və yaxud da iki hecalı deyək, r-lə düzələcək. Çox hecalılar isə more-la düzəldəcək. Məsələn, baxın burada long, longer, uzun, daha uzun, cold, colder, soyuq, daha soyuq və s. Çox hecalılarda isə interesting, important, baxın more interesting, more important, more difficult, more wonderful, more important, more expensive və s. Burada bir qeyd var, buna da diqqətlə baxın. Sonu y, l, r, o ilə bitənlər iki hecalı sifətlər də yerlə düzəlir. Məsələn, easy, bir və iki hecalı deyək də, yuxarıda dedik, bir və iki hecalı sifətlər, bunlar yerlə düzələcək. Qalanları isə more-la düzəlir. Bu tərəfdə isə bizə verilibdir bəzi sifətlərin kökündən dəyişmə forması. Good, better, bad, worse, many, much, more, little isə less-lə düzəlir. Yer ya da more qəbul etmirlər. Yəni, bax, demək istəyir ki, bunlar hardasa gooder, better, littler belə bir şey görsəz, bunlar səhvdir. Ya da more good, more little şəklində görsəz, bunlar səhvdir. Bunlar kökündən dəyişərək düzəlir. Müqayisə dərəcəsinin göstəricilərindən ən çox bizə lazımdır. Baxın, much, little, far, a bit, a lot, slightly, any, even, no. Bunlar özlərindən sonra müqayisə dərəcəsini gətirir. Ən çox testlərdə isə much ya da a little verilir. Məsələn, much longer, a little longer, a little long deyə bilmərik. A little özündən sonra sifəti müqayisə dərəcəsində gətirəcək. Ya da any longer. Baxın, burada nümunə a little taller, much, baxın, much, bəzən uşaqlar muchdan sonra moru işlətmirlər, amma nə deyirik? Much özündən sonra müqayisəni gətirir. Əgər tək hecalıdırsa, much longer şəklində deyəcəm. Əgər çox hecalıdırsa, o zaman much more deyək ki, beautiful. Much more beautiful. Beautiful çox hecalı olduğuna görə more-la işlətdik. Much müqayisəni gətirir. Bir şey də deyim ki, uşaqlar, ya sözü much-la düzəldəcəyik, daha doğrusu more-la düzəldəcəyik, ya da ki, yer-la düzəldəcəyik. Əgər ikisi, yəni bir sifət bir şəkilçi ilə, özünə uyğun şəkilçi ilə düzələcək. Deyək ki, məsələn, long sözü var, more da. Deyək ki, more da sifət düzəldir, müqayisəni düzəldir, yer də müqayisəni düzəldir.
Bununla çox hecalları, bununla isə az hecallar düzəldəcəyik. Yəni ikisini bir sözə yükləyət etmək olmaz. Deməli, bir də nəyə qeyd etmək istəyirəm? Adi və üstünlük dərəcəsində sifətlərdən sonra isim sayıla bilən tək olarsa, o zaman mütləq şəkildə qarşısında en artiklını işlədəcəyik. Baxaq, burada nümunə olaraq veribdir. Room sayıla bilən tək isimdir. Qarşısında artiklını işlədir. İstəyir müqayisə dərəcəsi olsun, istəyir adi dərəcə olsun. Məsələn, belə bir cümlə yazıram. Deyək ki, burada veribdir. Small room. Bunu artıq bilirik də, isimin öyle. Room burada sayıla bilən isimdir. Ona görə qarşısında artiklını işlədirik. Və ya da deyirəm ki, smaller, daha, room, daha balaca otaq, room, yenə də qarşısında artiklını işlədəcəyik. Bu tək hecalı olduğuna görə biz bunu yerlə düzəltdik. Amma morla düzəldəndə də, məsələn, deyirəm ki, a more beautiful room. A more beautiful room. Beautiful çox hecalıdır. Ona görə morla düzəltdik. Özündən sonra daha gözəl otaq. Özündən sonra sayıla bilən tək isim gəldiyinə görə qarşısında da artiklını istifadə etdik. Adi və müqayisə dərəcəsindəki sifətlərdən sonra gələn isim sayılan tək isimdirsə, mütləq şəkildə qarşısında artiklı verəcəyik. Bunu yadımızdan çıxartmırıq. Keçdik indi superlative degree, yəni üstünlük dərəcəsində. Bir şey də deyim ki, yəni adi müqayisə dərəcəsi daha deməkdir. Müqayisə dərəcəsi bir əşyanın digərindən daha deyək ki, böyük, balaca, gözəl, güclü, zəif, canlı və yaxud da cansız fərqi yoxdur. Bir əşyanın digərindən daha da olmasını göstərir. Superlative degree isə üstünlük dərəcəsi isə ən lap deməkdir. Yəni canlı və yaxud da cansız fərqi yoxdur. Əşyaların birinin digərindən ən yaxşı, daha doğrusu birinin hamısından ən yaxşı olması deməkdir. Yəni, məsəl üçün deyək ki, sinifdə, deyək, Aygün qızların içərisində ən uca boyludur. Və yaxud da məktəbdə riyaziyyat otağı ən böyük otaqdır. Və yaxud da deyək ki, sarayda bu binalar ən hündür binalardır və s. Yəni, superlative degree ən lap deməkdir. Bu da iki formada düzəlir. Superlative degree də iki formada düzəlir. İki forma, yəni burada tək hecalı və çox hecalılar. Tək hecalı sifətlər, bayaq qeyd etdik ki, adi və müqayisə dərəcəsində olan artiklını qəbul eləyəcək. Amma sifətin üstünlük dərəcəsi isə Z artiklını qəbul edir. Bunu artıq artikl mövzusunda da biz öyrənmişik. Tək hecalı sifətlər S, yəni sifətin sonuna S şəkilçisini qəbul edərək, EST şəkilçisini qəbul edərək düzəldəcək. Çox hecalı sifətləri isə sifətin önünə the most şəkilçisini əlavə edərək düzəldəcək. Long, the longest. Cold, the coldest. Easy, the easiest. Amma interesting deyirəm, çox hecalı sözdür. The most interesting, ən maraqlı. Daha bundan maraqlısı yoxdur. The most important, ən vacib. Daha bundan vacibi yoxdur. Bu qıraqdakılar isə yuxarıda dedik ki, irregular adjectivlər var. Yəni qaydasız yolla dərəcələnən sifətlərimiz var. Bunlar more ya da the most və yaxud da er ya da est qəbul etmir. Bunlar kökündən dəyişərək good, better, the best, bad, worse, the worst, many, much, more, the most, little, less, the least şəklində düzəlir. Yəni bu sifətlər nə er, nə est, nə də most, nə də more heç birisini qəbul etmir, kökündən dəyişir. Sonra dedik ki, çox hecalılar da iki yolla düzəldi. ES-lə və the most-lə. Mütləq şəkildə the article da olmalıdır. Amma burada
bir şeyə diqqətli qulaq asın. Z artiklı olmalıdır sifətin üstünlük dərəcəsində. Amma ki, əgər o sifətin qarşısında ismin yəli halı və yaxud da yəli əvəzliyi varsa, o zaman Z artiklı düşəcək. Məsələn, for example, nümunə yazaq. His, deyək ki, longest way deyək. Onun ən uzun yolu. Burada longest üstünlük dərəcəsidir. Düzdür. Deyirik ki, üstünlük dərəcəsinin qarşısında Z artiklı işlədilməlidir. Amma qarşısında yəli əvəzliyi olduğuna görə mən buradakı Z artiklını salacağım. Və yaxud da deyək ki, Jones verək. Jones apostrof S, yəni ismin yəli halını verək. Bu zamanda Z artiklı düşəcək. Yəni, sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklı mütləq şəkildə işlənir. Amma yəli hal, ismin yəli halı və yaxud da yəli əvəzliyi varsa, o zaman Z artiklı düşür. Buna mütləq şəkildə diqqətli olun. Çünki testlərdə ən çox çaşdırılan mövzulardan biridir. Okey, gəlin baxaq görək, nə vaxtı biz sifətin üstünlük dərəcəsini seçə bilərik. Cümləyə baxanda üstünlük dərəcəsi olduğunu necə biləcəyik? Bunun üçün cümlədə təbii ki, Z artiklı başda olmalıdır. Amma incəliyə diqqətli olmaq lazımdır. Sonra cümlədə have ever, has ever, had ever, in, on, at, among, one of, all of varsa nə deməkdir? Among the children, uşaqların içərisində. Məsələn, deyirəm ki, Aygün uşaqların içərisində ən uca boylu qızdır. Aygün among the children. Among varsa deməli bu üstünlük dərəcəsindədir. The tallest verə bilərəm indi uyğun sifəti seçəndə. Sonra bax, in işlədi. In the room, in the city, in the world, dünyada, otaqda, sinifdə, məktəbdə verdiyimiz zaman, o zaman in, on, at sözünündən istifadə edirik. Məsələn, at school, məktəbdə deyək ki, the gym is the, deyək ki, biggest room. İdman zalı ən böyük otaqdır deyəcək məktəbdə. One of, all of nə deməkdir? Biri, məsələn, one of them, onlardan biri, the tallest boy, ən uca boylu oğlandır. Of all, hamıdan deməkdir. Bunları gördüksə, deməli, cümləmiz üstünlük dərəcəsində işlənməlidir. Bunlar bizim, yəni sifətin üstünlük dərəcəsində işlənə biləcək, seçə biləcəyimiz nüanslardır. Burada nə var? Burada müqayisə, sifətin qaydalarını eyni cədvəldə baxaq. Burada yəni verilibdir. Ən çox biz diqqətimizi yönəldirik nəyə? Buradakı bax kökündən dəyişən sifətlərə. Bir daha deyirəm. Good, better, the best, bad, worse, the worst, many, much, more, the most, little, less, the least. Bunlar nə ear, nə də est qəbul etmirlər. Sonra near, late, old, far sözlərdə var. Adi dərəcədə old, older, daha yaxşı iki formada düzəlir elder'la. The oldest, the eldest. Burada elder'ın older'dan fərqli olan nədir? Elder zənlə işlədilmir. Müqayisədə deyə bilmərəm ki, my brother, gəlin yazaq burada, my brother is elder than. Bax, elder zənlə işlədilməz. Burada istifadə eləyəcəyik older. Older than. Elder than olmaz. Older isə zənlə işlənəcək. Sonra near verib nearer iki formada düzələnlərdir. Nearer daha yaxın deməkdir. Yerlə düzəlib. Amma üstünlük dərəcəsi the nearest, the next, ən sonuncu növbəti mənasını verir. Further daha uzaq, further daha uzaq hərf fərqləri var. The farthest, the furthest, later daha gec, later ikinci deməkdir. Further, baxın burada further daha uzaq, daha sonra. Məsələn, further information
növbəti məlumat, daha irəliki məlumat kimi verilir. Later ikinci deməkdir. Tərcümə, yəni dəyişildiyinə görə tərcümə fərqləri var. The lastest ən son, ən gec, the last ən axırıncı deməkdir. Bunlar artıq tərcümə ilə tapıla bilər. Burada nə var burada? Aha, burada da yuxarıda dediyimin izahını veribdir. Elder isim olar, elder zən olmaz. Burada veribdir. My elder brother, my elder sister şəklində veririk. Sonra ən yaxın the next sıra bildirir. Bunların burada. Baxın, faza yalnız məsafə, fözə isə həm məsafə, həm də zaman ifadə edir. Burada faza fözənin işlənmə qaydası həm məsafə, həm də zamanı, amma faza isə yalnız uzaq məsafəni göstərir. Məsələn, further plans deyir. Bizim, yəni sonraki planlarımız. Amma baxın, görsün, burada faza plans demir. Çünki plan məsafəni göstərmir. Faza isə məsafəni göstərir. Further isə daha sonra deməkdir, növbəti deməkdir. Zaman, həm də məsafəni göstərir. Sonra burada bunların işlənmə qaydalarını verir. Baxın, diqqətlə oxuyun. Later zaman əlaqələr işlənir. Later isə ikinci bildirir. Məsələn, baxın, deyirik ki, mənim 2 kitabım var. Mən ikinci deyək ki, məsəl üçün dedektivdir. İkinci dedektivdir deyəndə o zaman biz ikincini the later-la izah eləyəcəyik. Yəni, the later is detective book. İkinci kitabım dedektiv kitabıdır. O zaman the later-dan istifadə eləyəcəyik. Baxın, yəni ikinci kitabım deyir. Sifətlərdə işlənərkən the article işlənir. Özlərindən sonra xəbəri cəm tələb edir. Bunu biz article mövzusunda artıq öyrənmişdik. Burada deyir ki, the article bəzi sifətlərin qarşısında işlənərək həm isimləşir, həm də cəmləşir. The poor, the young, the blind, körlər, karlar, varlar, kasıblar və bunlar cəmli ifadə etdiyinə görə xəbərim də təbii ki, cəmdə olur. Sonra the article, burada British, bunlar görürsünüz, sifətlərin, milliyyət bildirən sifətlər var. The Chinese, the British, the French, the English, bunlar qarşısında the article işlənir, millətləri göstərir, cəmləşdiririk. Bunlar haqqında biz artıq article mövzusunda danışmışdıq. Burada isə sizə article yoxdur. The most interesting book, an interesting book. Bu sadəcə olaraq tapşırıq olaraq veribdir bizə. Bunlar isə ümumi məlumatdır, dediklərimizin ümumi məlumatıdır. Amma istəyərdim burada bir şey qeyd eləyək. Gəlin bunu qeyd eləyək. Nə var burada? Yuxarıda dedik ki, quite-dır, razadır. Bunlar to, enough, so, such. Bunlar özlərindən sonra adi dərəcəni və o sıraya biz quite-ı, razanı gətirdik. Bunların article-la işlənmə qaydalarını, məsələn, deyirik ki, to-dur, so-dur. Bunlar özlərindən sonra article gətirmir. Nə əvvəlində, nə də sonrasında article vermirik. Amma verini biz öyrənəndə demişdik ki, veri, yəni isim gəlirsə sonunda qarşısında article-ını veririk. Yəni, very yoxdur, amma a very, məsələn, deyək ki, a very long way. Long way, uzun yol. Baxın, burada way sözünə görə mən burada article işlətdim. Amma very a long way deyə bilmərəm, bunu verməyəcək. Quite razanın isə burada article-ın işlənməsinə diqqətli olun. Quite isə an article-ını özündən sonra gətirir. Raza isə hər iki tərəfində işlədə bilirik. A rather long way, rather a long way şəklində də deyə bilərik. Rather, gəlin bunu burada açıq yazaq. Baxın, rather a long way,
rather a long way və yaxud da a rather long way. Rather artiklı həm sağında, həm də solunda gətirəcək. Sadəcə olaraq isim varsa mütləq şəkildə a artiklını işlədəcək. Amma quite özündən sonra artiklı gətirəcək. Yəni əvvəlində deyil, quite a long way şəklində istifadə eləyəcəyik. Ümid edirəm ki, hamısını başa düşdünüz. Bir daha deyirəm ki, sifətləri vacib olan hissəsi nə idi? Dərəcələri idi. Sifətlər simple, comparative, daha doğrusu positive, comparative and superlative degree-yə bölünür. Positive degree heç bir şəkildə qəbul etmir. As, inkarda isə not so, as şəklində istifadə olunur. Adi dərəcənin göstəriciləri to, very, enough, quite, rather bunlardır. Müqayisə dərəcəsi, üstünlük dərəcəsi 2 yolla düzəlir. Bir, müqayisə dərəcəsində tək hecalı və iki hecalıları yerlə, çox hecalıları morla düzəldirik. Müqayisə dərəcəsində mütləq şəkildə zən istifadə edirik. Bundan əlavə müqayisə dərəcəsində a little, a bit, sonra any, bunlar much, bunlar varsa artıq özündən sonra müqayisə dərəcəsini gətirir. Sonra üstünlük dərəcəsində isə sifətlər yenə 2 hissəyə bölünərək düzəlir. Tək hecalı, iki hecalılar z və es şəkilçisi ilə düzəlir. Çox hecalılar isə z-mosla düzəlir. Çox hecalı, daha doğrusu sifətin üstünlük dərəcəsini of, all, one of, in, on, at söz önləri varsa, have ever, had ever, has ever birləşmələri varsa, demək ki, bunlar sifətin üstünlük dərəcəsi olacaq və mütləq sifətin üstünlük dərəcəsinin qarşısında z artiklını işlədəcəyik. Amma dedik ki, bir şərtlə qarşısında yəli əvəzliyi və yaxud da ismi yəli halı gəlməsin. Bu qədər sifət haqqında ümid edirəm ki, hər şeyi başa düşdünüz. Nəyi başa düşməsəz soruşa bilərsiniz.